Miladi təqvimi ilə 813-cü ildə Həzrəti xanım Fatimə Məsumənin dəfn olunduğu zamanda bura xanım Məsumanı öz evində qonaq saxlayan Musa Xəzrəcin bağı idi. Musa Xəzrəc Həzrəti xanım Fatimə Məsuməni buradan dəfn olunmasının göstərişini verdikdən sonra buralar Həzrəti Məsumənin ziyarətgahına çevrildi. İmam Cavad əleyhissalamın qızı Zeynəb xanım Qum şəhərinə gəldikdən sonra Həzrəti xanım Fatimə Məsumənin məzarının üstündə hərəm inşa olunmasının göstərişini verir. Həzrəti xanım Fatimə Məsumənin hərəmində elə gözəl naxışlar işlənmişdir ki, burada həm keçmişdən, həm də indidən, yəni müasirliyin birlikdə olan sintezini görmək olar. Həzrəti xanım Fatimə Məsumənin hərəmi təkcə ziyarətgah deyil, o həm də qədim bir abidədir.